olmaz. Ondan sonra çalışıram, record da götürüm. Tamam. Sonra recordundan sonra qoyaram baxar. Yaxşı, qısaca bir iki dənə yenə üstündən keçək bu sualların. Deyə baxaq, elə 7 olsun oxşar. Avtomatik olsun, özüm başa düşəcəksən. Nə demişdik son şərtində? Və ayrı-ayrı keçsin. Məsələn, son şərtində nə istəyirdi? Deyir ki, məsələn, mən altdakı sözü düzəltməliyəm, amma yuxarıdakılardan istifadə eləməliyəm. Yəni, yuxarıda varsa aşağıya qoya bilirəm, yoxsa qoya bilmirəm. Mən də deyirəm ki, mən burada 5 dənə simvolum var, düzdür? Gedirəm 5 dənə simvolu ayrı-ayrılıqda yuxarıda bir-bir axtarıram. Dırnaq axtarıram. Başlayıram bir-bir axtarmağa, gəlirəm bunu tapıram və götürürəm. Və bunu götürəndən sonra, məsələn ki, bunu ulduz eləyək, nə bilim bir nöqtə eləyək, nəsə başqa bir simvol çevirək ki, bir də mənə lazım olsa, gəlib bu sefer bıldırını yox, məsələn ki, axırdakı cüzdürünü götürək. Tamam. Bəli. Belə bilir, sonra bu A-nı gəlirəm, məsələn, A lazımdır. D artıq həll oldu. İndi gəlirəm A-ya. Gəlirəm bu A-nı götürürəm. Deyirəm ki, aha, A həll oldu. Bunu yine ulduza çevirəcəm. Bu da həll oldu. 2. Gəlirəm bunu götürürəm. Bunu ulduza çevirəcəm. Artıq həll oldu. Bu şəkildə əgər bütün hamısını eləyə bilirəmsə, deməli, okey. Cavabımı alıram. Yox, əgər hər hansısa biri, məsələn, R heç yerdə yoxdursa deyək ki, və yaxud da bir U yazıram burada ki, hansı ki U yoxdursa, hə, deməli, artıq bu bizim şərtimiz ödənmədi. Edib notuşa verəcəm. Tamam. Bəli. Test kodunu yazım. Sərcik görəsən. Dedik, bir dənə string götürürük. A, B görürlər. String A, B. Bu object dəstəyimiz. For int if-dan if B nöqtə sayda i plus. Deyirəm ki, mənə nə axtarıram? Axtarıram. Bir də for gedirəm. Int j-dan j kiçikdir A nöqtə sayda j plus. Deyirəm ki, bax, əgər mən nə axtarıram? B-ni axtarıram da, düzdür? B-i bərabərsə A-yə, deməli, tapdım. Onda müəllim, B-ini elə belə ulduz. Aha, məsələn, eləyə ulduz. Düzdür? Və neyəyə başqa? Məncə müəllim, count plus eləmək. Onun üçün müəllim, baxaq da count plus eləsək, hə, məncə count plus eləsək, orada və if count bərabərdirsə, yox müəllim, məncə count bərabərdirsə B sayzına, onda yes, okay yazmaq. Sən ümumilikdə baxdın, mən hissəsə baxmaq istəyirəm, cavab elə baxaq. Necə? Count dedim, amma sən count deyəcək adlandırmanı düz götürək, ans deyək. Tamam. Ans olsun. Hətta sözü tipində bul götürün, sən bulun nə olduğunu bilirsən. Düzdür, yəni ancaq biləsən ki, 0-1 ilə istəyəcəm. Bəli. Ans deyək başlanğıcda 0-dır. Tapdımsa 1 elə və ans 1-dirsə 0-dır. Bax, 1-dirsə deməli tapmışam. Amma 0 qalıbsa, nə deməkdir? Yəni, mən hələ də gedib tapa bilməmişəm. Onda cavabım nədir? No-dur. Və return 0-dır. Okey? Yox, əgər tapmışamsa, davam edək. Hə, hamısı içində tapmışamsa, deməli, artıq ən son cavabım nədir? Yes. Tamam. Başa düşdüm. Mən prosta mən bul ans onu yazmadım. Prosta mən orada anssız yazdım.
sildim mi yazırsan o da olur. Tamam. Bəli. Okay. Bir sonraki yer sonunda da sözcükdən bunu bağlayacağıq. Son şərtlə deyək ki, artıq limit yoxdur da birini istədiyimiz qədər istifadə edə bilərik. Yenə də bu sual yenə eyni sistemə keçirir. Sonra F-in yazılmışının 10-cu səhvim var. Bu o da şey əlində. Sən burada sort atmışsın, yadındadırsa. Demişdik ki, sort burada neymiş? Sıralamanın pozurda elə. Bizə nə baş verəcək orada? Bir problem yaranacaq. Tamam. Bəli. Aha. İndi ümumən nə eləmişdik? Yenə bax. Dedik ki, bir dənə stringimiz olacaq. String f deyək, string. Əgər elə bu səfər count deyəcəm, gidib baxacağım ki, y-yə qədər bir fasla. Əgər hər hansısa bir yerdə f-yə bərabərsə count-u açdım. Bir də bu s.say. Əgər count-un sıfırdırsa, gedim çıxışda nə verim? F-ini verim. Bir də burada yoxlayacağım ki, an sıfırdırsa, scout bunu eyni zamanda ansıza bir eləşək. Bir də bu an sıfır. Bax, nə elədik? Bizə bir dəfə təkrarlanmağı lazımdır da, yox. Bir dəfə yox, bir dəqiqə. Nə idi? Hər biri birdən çox təkrarlanan lazımdır, düzdür. Onda bunu bir edək. Nə elədim? Bax, belə bir şey deyirəm. Gəlmişəm, bunu deyəcək. Aha. Məsələn, buna bax. Bizə nə istəyir? Birdən çox təkrarlanan stringləri bir dəfə tuşa verməliyik. Yəni, simvollar daha doğrusu. Məsələn, A bir dəfədən çox təkrarlanır, B, bir də F. K bir dəfə təkrarlanır, D bir dəfə təkrarlanır, bunlar bir dəfə vermir. Bir dəfə, yəni tuşa verməli deyiləm. İndi bu necə yoxlayaq? Bax, yadındadırsa belə bir şey deyə bilirdik də. Biz, məsələn, bayaqki sualda nə edik? Gedib bir baxırdıq. Hər hansı bir yerdə, məsələn, A tapırdıqsa, dururduq və ya nəsə dəyişirdik. İndi bax, nə edəcəm? Mən məsələn düşünürəm, A-ya baxıram, A-ya baxmıram. Deyək ki, məsələn, buradakı A-ya baxıram. Deyirəm ki, mən düşünürəm ki, bu simvolu tuşa verilmir ya yox. Tamam. Onun üçün düşünürəm ki, bunun tuşa verilməsi üçün hansı şərt ödənməlidir? Bunun sayı 2-dən çox olmalıdır da, düzdür? Tərsine yazsın. Məsələn, A-nın təkrarlanmasının sayı 2-dən çox olmalıdır. Bəli. Aha. İndi bilmirəm, onun üçün deyirəm ki, gedirib hər dəfə bax, bir dənə gedib sayıram, countlarını sayıram. Amma i-yə qədər, yəni indi baxdığım yerə qədər. Məsələn, deyək ki, bura baxıram, bura qədər neçə dənə var? Totalda neçə dənə var? 1, 2 dənə var. Deyəcəm ki, hətta ki, bunu daha şey yazaq, daha başa düşə biləcəyim kimi yazaq. Yox, məncə belə. Müəllim, elə bil ki, orada birinci baxır, birinci simvola, elə bil ki, birinci sıfırıncı indeksdədir. Aha. Sıfırıncı indeksdə simvol var, adı və ondan sonra götürüb bir dənə for, baxır bütöv stringə, baxır ki, bir dənə də A varsa, bir dənə də o sıfırıncı simvol varsa, count elə bir ki, bu true eləmək, yes yazmaq elə. Aşağı yuxarı elə bir şeydir. Tamam.
Elə bil ki, hər simvolu, belə hər simvolu varsa bir dənə, yoxsa yox. Bir daha mısın? Bir şey karanlık dedim. Ve onu ben tamamlayayım. Bak mesela burada niye ancak bir olanda. Ama mesela bu Kant Klas'ta bu 5 dəfə görə bilər, 7 dənə görə bilər. Amma niyə ancaq Kant bir olanda verdi və onu biraz düzəldək. Yəni onu düzəldim. Kant yaxşı bunu S.5 eləyək. Evet. Ne bileyim. Ans da bunun diye yok. Yani Kant 2'de olsun bu. Ee, bir saniye hemen. Bak Kant 2'de olsun bu. İsterseniz bak başka bir değişim diyeyim. Bu diyeyim. Bu diyeyim daha şey olur. Ve aha. Bak ben neyim? Ha, bunda iyiye karşı. Ve güzel. Aha. Bak yine tren değişenim var. Tamam. Bak bu formun ne dediğini baksa gedir mənə neyini SI-lərin sayını tapır. Yəni məsələn mən A-ya baxıramsa, gedib tapır ki, neçə dənə A var məndə totalda. Düzdür? Bəli. Okay. Aha. Bu birinci form. Yəni count gedir, count-u bir də artırır və tapır ki, neçə dənə count onu göstərəcək ki, neçə dənə SI var. Bir dənə də var form. Bu da gedir i-yə qədər. Yəni indi baxdığıma qədər. Mən bu A-ya baxıramsa, bu hissədə neçə dənə A var, onu tapacaq. Veya buradaki D'ya bakıramsa gedəcək bax bu hissədə neçə dənə D var, onu tapacaq. Tamam? Hə, başa düşdüm. Aha. İndi mən nə vaxt çıxışa verəcəm nəysə, mənim countum böyük bərabər olmalıdır 2-dən. Yəni 2-dən çox təkrarlanmalıdır da, düzdür? Və ifa nə idi? Özündən əvvəl neçə dənə var? Özündən əvvəl heç olmamalıdır ki, bunu çıxışa verim. Yox, məsələn, mən bir dəfə A-nı vermişəmsə, çıxışa. Mən növbəti dəfə A-nı görəndə A çıxışa verməliyəmmi? Yox. Düzdür? Ona görə buna da baxıram ki, mən yenədən nə vaxt tezdən A-nı çıxışa verməyim. Aydındır? Bəli. Aha. Elə olandan sonra da siyahıta S-ini verirəm və özü tapır. Tamam? Bəli. Burada sonra bir şey seçir. İstəsən yoxlaya da bilərik. Son şey. A, B, R verməlidir. Məsələn, bizə kod. Gördük. Bəli, müəllim, sizin kodunuzu başa düşdüm. Bəs ayrı sposobla göstərə bilərəm müəllim? Ayrı nə ilə? Sposobla koda görə bilərdiniz. Hı. Orada müəllim o biraz yuxarıya gedə bilərsiniz kodda biraz. Hı. Orada müəllim, Artıqdır bu. hə müəllim, orada üçüncü for var, harda B++ var. Hə, onu silə bilərdiniz. Bunu sizə istəməyəcək. Hə, prosta ayrı sposobla onun üçün və De. və orada orada C bərabərdir 0 yox, C bərabərdir 1 eləyə bilərdiniz orada forda. Burada. Yo, aşağıda. C, Burada. C. Hə. Bunu bir edeyim, tamam. Sonra. İndi müəllim, orada yaza bilərdiniz. Orada indi kod düz olar müəllim. AB Kod düz olmaz. Lan niyə? Gələcək, niyəcək? Birinci olmalı. Tamam. Birinci olmadan baxanda sən axı A-nı görməzsən, gəlirsən. Sən növbəti dəfə burada A vardı, düzdür? Bu gələcək, bu A-ya baxacaq. Məsələn, deyək ki, bu hissə yoxdur. Deyəcək ki, A-dır. Daha əvvəlcədən A varmı? Amma sən
sıfırdan yox, birdən başladırsan deyə. Bu gələcək bu anı görməyəcək. Və deyəcək ki, hə, bir dənə A var cəmisi, ona görə gedib bu anı çıxışa ver. Ya sənin kodun 2 dəfə A çıxışa vermiş olacaq elə olsa. Tamam? Hə, bəs onda müəllim, axı biz orada i bərabərdir 0 yazmışıq. Elə bil ki, Sən anlamadığın bir şey nədir? Sən bunu bir eləməyin, o deməkdir ki, bu anı görməsə sual həll olur. Bəlkə sualın şərti bu şəkildədir. A, A-da yəni 4 dənə A var sadəcə. Tamam, yəni sənin artıq bu dəfə bunu görməməyin heç bir şey həll eləməyəcək. Tamam? Yenə bax, bəli, üstünə yanaşı gəlir də. Bunu görməyəcək, bunu görəcək. Aydındır? bəli. Ona Bəs görə onda müəllim, orada C bərabərdir 0 yazsa, orada kodda bir saniyə baxım. Bunu sıfır C eləsə. bərabərdir. Bəli. Aha. Onda Nədir? if count birdən bərabərdir. Elə bil ki, orada 2 əvəz 1 yaza bilərdi. Onda da B-də artıq hər şey çıxışa verəcək. Yenə, indi bax, hər bir şey çıxışa veriləcək. Niyə? Çünki gələcək baxacaq sözə. Sözümüz nədir? Məsələn, burada, düzdür? A. A-da neçə dənə var? Görsən neçə dənə var? Birdən çoxdur mu sayı? Aha, çoxdur. Çıxışa ver A-nı. Sonra B-yə baxacaq. Deyəcək ki, B-nin sayı neçə dənədir? 1, 2 dənədir. 2 birdən çoxdurmu? Aha, çoxdur. Yəni sən nə yazırsan yaz, onsuz gedib özü də görür də ya, gedib onu da çıxışa verəcək. Aydınmı? Hə müəllim, bəs onda axırıncı LL count bərabərdir 0 əvəzinə orada 1 yaza bilərdiniz. LL count bərabərdir 1. Bunu. Hə, elə bil ki, axı hər simvol o stringdə bir dəfə axı olur. Elə run eləsən nə olur müəllim? Yenə eyni şey verəcək. Hər bir şeyə çıxışa verəcək. O, o. Onda başa düşdüm. Aydınmı? Yəni bizim bax, məsələn bu kodu yazmamızın səbəbi də bu idi ki, biz bax J hara kimi gedir? İ-yə qədər. Yəni indi olduğumuz. Məsələn, deyək ki, K-ya baxırıq da, düzdür? J hardan başlayacaq? 0, sonra B, sonra E, sonra A. K-ya baxmayacaq. Gördün, hara baxdı? Əvvəlinə. Düzdür? Əvvəlindəki olan hər şeyə baxdı. Orada K tapdı mı? K var Yox. deməli, yoxdur. Heç amma bir dənə K var deyək, axırda. Neçə dənə ümumilikdə K var? 2. 2. İndi gələcək üçün tərkibimizi göstərəcək ki, count'un 2-dən böyükdürmü? Aha. 0'dır bəs əvvəldə 0'dır. Hə, onu da get neyinə? S-ini çıxarır. Tamam. Bəli. Bu şəkildə. Yoxsa bunu daha da qısaldıb yazmaq olmur. Aydınmı? Bəli. Keçər misin? Yeni yazmışsın. Haş. Son şəkli nədir? Son şəkli nə istəyir? Deyir ki, bu stringdə yəni output'da then aha. Bizə nə istəyir son şəkli? Deyir ki, bir dənə məsələn bu şəkildə sözüm var. Hello Python deyə bir sözüm var. Tamam. Paste edeyim məsələn bunu. Hə. Deyir ki, məsələn fikir versən, 2 dənə hash var. Düzdür?
2 dənə də el var. Yəni ən çox 2 dəfə təkrarlanır. Bir dənə simvol ən çox 2 dəfə təkrarlanır. Da düzdür? Axı müəllim, yekə H və balaca H axı belə razdelli bir şeydir, elə bir ki. Hə, deyirəm Eyni amma ismidir. deyil, amma bax burada deyir ki, şey sayı, hardasa deyil. Aha, düzdür. Hə, eyni deyil, bir dəqiqə. Həmən, hə, şeylərlə qarışdırmışam. Haş yox, onun üzərində tutub bir dəqiqə. Onunla, hə. Onunla 2 dənə et. Tamam, qarışdırmışam. 2 dənə, ən çox bax, 2 dənədən çox təkrarlanan varmı? Yox. Hansılardır bunlar? L-la o. Tamam. Yəni hər biri 2 dəfə təkrarlanır. Düzdür? Bəli. Aha, indi bunu tapmamız istəyir. Bunu da necə tapaq? Necə eləyək bunu tapaq? Hə? Necə bir şey deyək ki, ümumiyyətlə hansıları olduğu boş ver. Ən çox neçə dəfə təkrarlanan simvol var. Onu necə tapaq? Onu məncə müəllim belə həmişə elə bir ki, o sizdə var idi bir dənə kod orada de o kodla orada belə dəyişməyə o kod olar. Orada olur yazmaq elə bir ki, int max bərabərdir 0, int count bərabərdir 0 və orada si bərabərdirsə məncə sj count plus və count plus eləyir və maksimum countdan balacadırsa maksimum count'a bərabər olacaq. Yox, bura kimi dediyim düzdür. Özünə başa düşdün nə deyir? Bəli. Aha, bu ifin əvəzinə bunu yazmaq olar. Tamam. Bəli. Okay. İndi gəl bunu yazandan sonra gəl biz nə edək? Gedək o şeyə çıxışa verək. Siyah atmaq istəyək. Tamam. Yəni. Bizdə bu kod üçün indi A-nı verəcək çıxışa. Tamam, bizim yazdığımız test case üçün. Daha 4 verəcək, yəni 4 dəfə. A 5 dəfədir. Hə. Baba, bura fikir versən 5 dənə A var. Düzdür? Yəni ən çox A təkrarlanır. O da 5 dəfə təkrarlanır. Qaranlıq bir şey yoxdur bura kimi. Xeyr. İndi yaxşı, bunun hansılar olduğunu necə tapaq? Onu da gəl belə eləyək. Mən bu kodu eynisini bir dəfə də yazsam, kopyalayıb altına yazsam. Və desəm ki, əgər hardasa max gördünsə, deməli nədir? Və odur da, düzdür? Əgər indiki count'un bərabərdirsə maxa, get neylə? Siyahıta ver S-ni. Aydındır? Qaranlıq bir şey yoxdur. Hə, başa düşdüm, hə. Şimdi buradan eləyək. Yəni 5 dəfə olduğu üçün bu A-ları tapdı. Düzdür? Hə. İndi fikir edinsə 5 dəfə tapdı. Niyə 5 dəfə tapdı? Yəni ümumiyyətlə gəlmişəm bura baxaq. Mən gələcəm O-ya baxacağam. Deyəcəm ki 2 dənə O var. Düzdür? Maksimum neçədir? 2-dir. Bərabərdirmi? Aha, bərabərdir. Amma növbəti O-ya gələndə yenə eyni şeyi görəcəm. Yenə eyni şeyi deyəcəm. Düzdür? Onun üçün 2 dəfə O çıxışa vermiş olacaq. Amma mənə neçəsi lazımdır? Biri lazımdır. Biri isə yox. Tamam? Bəli. Problem nə olduğunu gördük. Yaxşı, necə eləyək ki, bəs növbəti dəfədə görməsin? Gəl bu O-lardan birini silək. Tamam. Onda avtomatik növbəti dəfə 2 dənə O yox, 1 dənə O görəcək. Və bir də maksimuma bərabər deyil deyə çıxışa verməyəcək. Aydındır? Bəli. Necə silək? Silmək də çox rahat. Yenə S bərabərdir ulduz deyək, məsələn. Tamam. Ben indi sizə 5 amma bir dənə tapacaq. Gördün? Və yaxud da hello Python-u çıxışa versək, görək nələr tapacaq. El
və o. Aydındır? Biraz yox müəllim. Hərəsi qaranlıq qaldı. Ulduz qaranlıq qaldı, yoxsa daha əvvəldə qaranlıqdır? Məncə ulduz. Prosta müəllim, axı biz elə bil ki, A-nı siyahı elədik. Ondan sonra o A ulduz olacaq. Danışsan. Bir də nə olacaq? Elə bil ki, o yazdığımız A ulduz olacaq. Aysa, bizim ekrana verdiyimiz artıq çevriləcək olacaq ulduz. Bu niyə olur? Məsələn, gəl baxaq. Bax. A, B, A, Ra, Ka. Çox uzun yazmıram da. Bax. A, B, R, A, K, A, D. Tamam. Neçə dənə A var? 3 dənə. Düzdür. Maksimumumuz oldu 3. Okey. Bəli. Bax, amma indi mən gəlib bu A-ya baxıram. Deyirəm ki, A, neçə dənə A var? 3 dənə. Countum oldu 3. İndiki countum. Deyirəm, bərabərdirlərmi? Yəni, bu şərti yoxlayıram. Ged neynə? Esini çıxışa ver. Gəl fərz edək, gələ bunu yazmalısın. Nə baş verəcək? Gələcək çıxışa A verəcək. Düzdür? Bəli. Okey. Mən növbəti dəfə bu A-ya gələndə, bax, bu yenə gedəcək. 3 dənə A sayacaq. Düzdür? Və deyəcək yenə 3 counta bərabərdir. Yox, maxa bərabərdir. Ged yenə A çıxışa ver. Tamam. Bəli. Bu problemdir də. Amma mən bu A-nı çıxışa verəndən sonra bunu ulduza çevirsəm, bax, bu A-ya indi gəlsə, gələ deyəcək ki, neçə A oldu? Bu artıq A deyil, ulduzdur. Tamam, məsələn, gəl bunu rəngləsin. Bu artıq ulduzdur. Yəni, bu sayılmır. 1, 2 dənə A oldu. Gördün, A-ların sayı bir dənə azaldı. Tamam. Bəli. Amma maksimum 3 dəfə hələ də. Yəni, sən inanırsan ki, ən çox 3 dəfə təkrarlanma var. Düzdür? Amma indi sənin countun 2-dir. Gəlir baxır şərtə, deyir ki, bu şərt maksimum counta bərabərdirmi? Yox, bərabər deyil axı. Aydındır? Onun üçün artıq bunu çıxışa verməyəcək. Tamam? Bəli. Nə qaranlıq qaldı? Yox, başa düşdüm hər şey. Bu səfər başa düşdük. Kesin. Okey? Bəli. Tamam. Sonra şey qaranlıq görürsə qəşəng. Getdik. Okay. Maraqlı sualdır. Son şərtində nə deyir? Bax, fikir versən, bir dənə n var, yəni n dənə söz olacaq. Bir dənə 7 var, yəni hər sətrindəki sözlərin sayı 7-dən çox olmamalıdır. Tamam. Fikir versən, bax, bunu buraya da. Bax, hello söz hərfidir. 5 dənə hərfi var da, düzdür? Bəli. Aha, mən hello-nu yazdım. Hello yazdım. Sonra my 2 hərflidir. My yazdım. Bax, artıq 7 hərf doldu. Düzdür? Mən bunun yanına nə yazsam, 7-dən çox eləyəcək uzunluq. Okey? Bəli. Ona görə mən keçməliyəm və aşağı sətrə. Keçirəm aşağıya. Name yazdım. 4 simvol belədir, düzdür? Bax, iz yazıram yanına. Elədi 6, düzdür? Totalda 6. 4, bu da 2. Bir dənə simvolluq yerim qalıb. Okey? Hələ də bir dənə simvolluq nəsə yaza bilərəm. Çünki uzunluğum 7-dir axı maksimum. Ola biləcək maksimum 7-dir. Tamam? Bəli. Amma fikir ver, mən növbəti sözüm 6 hərflidir. Mən bunun yanına yazsam axı 7-dən çox eləyəcək. Neçə eləyəcək? Baxsa 12 hərf eləyəcək. Aydındır? Bəli.
Ona görə yerim çatmadığı üçün nə edirəm? Düşürəm o biri sözü tezdən aşağıdan yazıram. Bu şəkildə 7-dən çox olmamaqla sözləri bölə-bölə düşürəm. Aydındır? Son şərti. Bəli. Son şərti budur. Yəni bizim verilişlər heç şey yazmısan, S falan yazmısınız məktəbdə. Bəli. Aha. Müəllim sizə yeni bir dəftər verir, düzdür? Ya da öz dəftərinizə yazırsınız. Dəftərin içində məsələn yarısı var da. Yazırsınız. Görürsən ki, axıra çatırsan, sözü yerləşdirə bilmirsən. Neymirsən? Düşürsən aşağıya. Yazırsan, Bəli, başa düşdüm. Burada da sənin bir dəftərin uzunluğu 7 dənə simvol yerləşdirir. Söz çatmayanda düşməlisən aşağıya. Tamam? Bəli. Yaxşı. Gəlin görək nə edəcək bunun üçün. Bir dənə string S götürək. Elin N, bir də K. Sin N və K. For edəcəm int i0-dan x-dir. N-ə i++, hər dəfə S-ini alacam. Sin S-dir. S-dir, sadəcə S. Tamam. S aldım. İndi bax, bir dənə dəyişən götürüm ki, əlavə olsun, elin size olsun. Size bax, hal-hazırda 0-dır. Tamam. Deyirəm ki, əgər size üstə gəl s.size hələ də kiçikdirsə k-dan. Nə demək? Yəni mən indiki sözü götürürəm, məsələn hello sözünü. Hello sözünün uzunluğu 5-dir. Size'ında 0-dır, düzdür? 0 üstə gəl 5 kiçikdir 7-dən. Kiçikdirmi? Bəli. Aha. Onda get onu çevir. Yəni hello'nun hellosunu yaz. Get elə siyahıta s-ini ver. S-i ver. Və size'ın üstünə s.size'ı gəl. Bu nə edəcəm? Yəni size məndə onu göstərir ki, hal-hazırda mən neçəsini işlətmişəm. Tamam. Və neçəsi qalıb. Neçəsi qalıb bilmirəm, amma size məndə neçəsini işlətdiyimi göstərəcək. Məsələn, burada name ilə izin cəmi göstərəcək mənə nəyi? Neçəsi işlətmişəm, yəni 6 işlətmişəm. Tamam. Sən bayaq mən bu 12-ni nədən tapmışdım? 6-nın üstünə o bayaqki 6-nı gəlmişdim də, düzdür? Alırdım ki, çox uzun olacaq. 12 7-dən böyük olacaq. Bax, size mənə bunu göstərir. Aydındır? Ölçü olaraq. Bəli. Amma yox, deyək ki, sığmırsa, tamam, sığmırsa, get siyah angle ver. Yəni, növbəti sətrə düz. Hə, indi S-i çıxışa ver. İndi bir də size-ı buna bərabərləşdir. Yəni, yenə size-ı üstünə bunu gəlirsən. Amma bax, bir dənə fikir ver. Sən yeni sətrə düşmüsən deyə, onda sən nə oldu? Size-ın sıfırlandı. Size-ı sıfır elə. Sonra üstünə gəl. Tamam. Hə, bəli, başa düşdüm. İndi run eləyək. Tarixindən sualın həlli. Run eləsək, bax. Gələcək inəcək. Hello-nu verəcək. Name-ni verəcək. Hə, boşluqları vermir deyərək. Altda da boşluq var. Aha. Bax, hello-nu verdi. My-ı verdi. Artıq name-i verməyə şey deyil. Yer çatmır deyə düşür altta verir. Tamam. Bu şəkildə yer çatdıqca yanaşı verir, çatmadı aşağı düşür. Aydındır? Bəli, bəli. Məsələn, bunu 7 yox, 9 eləyək. Görək nə olacaq. Fikir versən, artıq biraz daha eyni yazılacaq. Daha yanaşı, daha çox şey olacaq. Fikir versən, bax, burada artıq ən sözün yanına qalxdı. Bayaq yerləşmirdi amma. Sən burada bax, 4, 2, 2.
8 dənə yerləşdiriblər. Aydındır? Bəli, bəli. Qəynaq bir şey yoxdur bu sualda. Xeyr, yoxdur. Tamam. Tamam. Bu sual. Sualda bilirsən nə deyir? Deyir ki, sözün içində neçə A sözü var? A, B, A sözü var. Neçə sözün A sözü var bu sözün içində? Aba, Aha. bir dənə. Bir dənə hardadır o? O Y-nın yanında bir dənə A var. Aha. O R-nın yanında bir dənə B var. Bu yoxsa bu? Birinci orada. Aha. Bir dənə burada A. Və orada A var. A, B, A və o da B qalır, özü qalır. Hangisi? İndi biz bir də belə bir şey götürə bilərik. Yenə bax bu A, tamam, indiki A. Bu səfər bu B yox, bu biri B. Okey, bu B. Tamam. Bəli. Aydındır? Bu, Bəli, bəli. bu. Bax, fikir bir dənə və iki dənə. Neçə dənə oldu totalda? 2. 2 dənə. Onsuz cavab oldu 2. Altdakini indi saymayacağım. Çox çünki. Tamam. Amma yenə görməyə istəyirəm ki, bir dəfə bax bu A, bu B, bu A. Bir dəfə bu A, bu B, növbəti A. Tamam. Sonra yenə bu A, bu B, növbəti A. Okey. Bu şəkildə gedəcək. Bəli, müəllim. Bir dəqiqə baxa bilərəm bir dəfə də inputa. Prosta. Budur da budur. Bax. Bəli. Məsələn, istəyirsənsə belə bir şey eləyərik. Hə, bəli, bəli. Bu sözü Gördüm. bir dənə abura qoyaq. Sözü kiçiltdirməsən var biraz. Tamam. Baxırsan, birinci olacaq bu, üçü. Daha sonra götürə bilərik. Bu A, bu B, bu A. Tamam. Sonra bu A, bu B, növbəti A. Gördün? 3 dənəsi belə çıxdı. Okey. Daha sonra bax, bir dənə A burada var. Artıq bu B-ni yox, mən bu biri B-ni götürəcəm. Sonra yanındakı A. Yəni bu və bu. Və bu A, bu B, bu da A. Aydındır? Bəli. Məsələn, gəlin ümumilikdə belə baxaq. Yəni mən nə edirəm ümumilikdə? Gəlin string S var, şunu istəyək. For int i olsun sıfırdan x inə i pas var. Elin in s nöqtə sayt. Tamam. Bir bax bu sözü başa düşəsən deyəcək. For int y sıfırdan y kiçikdir. Eynə y pas var. Bir də for int y sıfırdan y kiçik eynə y pas var. Əgər si bərabərdirsə a-ya və y bərabərdirsə b-yə və y də bərabərdirsə a-ya və nə şərt ödənməlidir bir də? I kiçik olmalıdır y-dən və y də kiçik olmalıdır y-dən. Tamam. Bəli. Şərt aydındır. Sizdə qələmə salan bir şey yoxdur. Xeyr, yoxdur.
Aha. Count plus var. Ben nəticə bunun yana şey yazaq daha çox olmaz. Sadəcə bunu başa düşəsən deyə yazdım. Əsl həlli belə deyil, amma daha biraz çətindir. Sadəcə minusdan gedib 3 dənə, yəni bütün ola biləcək şeylərə baxırsan bir. Gəlib nə axtarırıq bir növ? Yəni A, B, A axtarırıq. Nə qədər tapırıqsa, hər dəfə tapdığımız yerini counterına pas edirik. Tamam. Sən fikir ver, eyni bu test case yoxlayaq. Qoydum. Run elədim, neçə verməlidir mənə? Artıq şey yapmadım. Shout count. Neçə verməlidir sizə? Qarnı bir şey yoxdur. Yəni, neynədiyimiz həyətdir. Xeyir yoxdur. Son şərti aydınlığı əsas. Yəni, mən bunu son şərtin başa düşəsən deyə yazdım. Bəli. Okeydir. İndi, amma bunu belə yaza bilməliyik. Yazsaq time limit verəcək bizə. Niyə? Çünki son şərtini deyək ki, stringimiz çox uzundur. Görsən, 10^6-dır. Biz bunu daha qısa bir şeylə yazmalıyıq. Bir yolla yazmalıyıq. Tamam. Bəli. Onsuz başa düşəsən deyə, bax belə bir şey deyəcəm. Bax, sanki abo sözü necə bir sözdür? Sanki bax, necə bir şey kimi təsəvvür etmək olar? B ortadadır. Qıraqlarında da 2 dənə A var. Düzdür? Bəli. Onda məsələn, mən bu B-ni götürsəm, yəni mərkəzdə bu B olsa, neçə dənə aba düzəldə bilərəm? Yox, daha doğrusu ki, sadəcə olsun deyə bu B-ni götürək. Tamam mı? Bu B-ni götürdüm. Mən totalda neçə dənə aba düzəldərəm? Bax, B-ni tapmışam. Mənə nələr lazımdır? 2 dənə A-lar lazımdır, düzdür? Bəli. Aha. İndi bax, baxıram. Bax, bir dənə solunda A olmalıdır, mütləq. Bir dənə də sağında. Baxıram ki, solunda ola biləcək bir dənə bu A var da, düzdür? Başqa A yoxdur ki bu tərəfdə. Yoxdur ki, düzdür? Bəli. Bir dənə bu var. Amma sağında görən iki ehtimal var. Ya bu ola bilər, ya bu ola bilər, ya bu ola bilər, ya bu ola bilər, ya da bu ola bilər. Düzdür? İşte oldu. 1, 2, 3, 4, 5 dənə. Tamam? Bəli. Yəni mən bax, baxıram ki, bu B-ni əsas götürsəm, yəni bu B-dən istifadə etsəm, totalda neçə dənə düzəldə bilərəm deməli? 5 dənə düzəldə bilərəm. Aydındır? Bəli. İndi keçirəm məsələn deyək ki, silək biraz təmizləyə buraları. Keçirəm bu biri şeyə, B-yə. Keçdim bax bu B-yə. İndi bu B-yə baxıram. Bu B-nin solunda neçə dənə A var? Solunda deyirəm, sağında neçə dənə A var? Solda yoxsa sağda? Sağda. 4 dənə. 4 dənə. Hansılardır? 1, 2, 3 və 4 dənə. Düzdür? Bəli. Və solunda neçə dənə var? 1 və 2 dənə. Tamam. Bəli. Aha. İndi bax, yenə baxıram. Bax, bir dəfə dedik ki, bunu götürdüm. Bunu götürsəm, yenə bax, bu 4 dənəsini götürə bilərəm. Tamam. Yəni 4 dənə belə düzəldərəm. Bir dəfə də bu birisini götürərəm. Yenə sonraki 4 dənəsini götürərəm. 4 dənə də belə düzəldərəm. Bax, 2 dənə köynəyim var. 4 dənə şalvarım var. Neçə fərqli üsulla giyinə bilərsən bunları? 2. 2. Necə olur 2?
Nətərlə müəllim? Bax, e, köynək şəkli çəkim. Bir iki dənə köynəyim var, tamam, iki dənə. 4 dənə də şalvarım var. Okey. Okey. İndi neçə müxtəlif yolla bunları giyinə bilərsən. Bunu bilirsən necə tapırlar? Bəli müəllim. O elə bil ki, ə, elə bil ki, hə müəllim elə bil ki, 2 dənə nabor var geyinmək. Mən bir dənə köynək, bir dənə şalvar, o getdi. Bir dənə köynək, 3 dənə şalvar qaldı və bir dənə də köynək, bir dənə də şalvar, hər ikisindən bir dənəsi getdi. 0 dənə köynək qaldı və 2 dənə şalvar. Ayşe sen bunu şey için baktın. Gruplaştırdın sadece, tamam, ama mənim soruşduğum bilirsən necə bir şeydir? Məsələn, dedik ki, köynəklərim var. Bir dənə qırmızı köynəyim var. Bir dənə də sarı köynəyim var. Tamam. 4 dənə rənglər. Birinci rəng, ikinci rəng, üçüncü rəng, dördüncü rəng. 4 dənə də rəng altda köynəyim var. Daha doğrusu şalvarım var. Tamam. Bəli. Okay. Bax bir dəfə dedik qırmızı köynəklə birinci şalvarı giyinərsən. Bir dəfə qırmızı köynəklə ikinci şalvarı giyinərsən. Bu şəkildə bax bir giyinərsən. Qırmızı köynəklə neçə müxtəlif şey kombin qurdun? 4 dənə. 4 dənə. Yəni sayı qədər, düzdür? Bəli. Aha. İndi eynisini sabit eləsən məsələn, yenə neçə dənə olar? Sarı üçün Aha, indi eynisini bir də sarı üçün eləsən. 4 dənə. Yenə 4 dənə. Deyək ki, bir dənə də əlavə bənövşəyim var deyək. Yenə bənövşə üçün eynisini eləsən, neçə dənə olar? 4 dənə. Hansısa. Neçə dənə yuxarıda varsa, hər biri üçün aşağıdakıların sayı qədər olacaq da, düzdür? 4 dənə buna, 4 dənə buna, 4 dənə buna, bu şəkildə gedəcək. Tamam? Bəli. Onda belə deyə bilərik ki, 2 dənə köynəyin, 2 dənə şalvarın varsa, cəmi neçə dənə müxtəlif yolla giyinə bildin bunları? Bax 4 buna. dənə. 4 dənə biri üçündür. Yəni birinci köynəyin üçün oldu. Və ikinci köynəyin üçün neçə dənə olacaq? 4 dənə. 4 dənə olacaq. Hə, ona cəmi neçə dənə olacaq? 8 dənə. Hansısa 8 dənə. Məsələn, 3 dənə köynək, 4 dənə şalvarın olsaydı bu səfər neçə dənə olacaqdı? 12. Hansısa 12. 5 dənə şalvarın, 2 dənə yox, 2 dənə yox. Bir kere 4 dənə də köynəyim var. İndi nə olacaq? Bir dəqiqə. 20 dənə. 20 dənə. Biraz baxanda görürsən ki, cavab onda həmişə nə olur? Bu iki ədədin hasili olur. Tamam? Bəli. Aha. Onda əgər mən 2 dənə, bax, 2 dənə solda var, 4 dənə də sağda var. Cəmidə neçə müxtəlif yolla seçə bilərəm bunları? İki dənə solda, 4 dənə sağda. Aha. Neçə müxtəlif yolla Onda bunları seçərəm? 8. Hansısa, yəni hasillər qədər. Tamam? Onun üçün cəmi üçün yəni bu səfər 8. Okey? Və baxsan, Bəli. bir dəfə bunu götürərsən, 4 dənə buradan götürərsən, düzdür? Sonra bir dəfə bunu götürərsən, yenə 4 dənə buradan götürərsən. Tamam? Bəli. Okey. İndi bax, keçək o biri beyə məsələn. Yəni bir tez-tez beylərin hamısını eləyək bunu. Bax, indi keçirəm, bax buna baxdıq, buna baxdıq, buna da baxdıq. Keçək o biri beyə. Bax buna. Baxıram, sağda neçə dənə var? 2 dənə var, A. Solda neçə dənə var? 4 dənə var. Okey. 1, 2, 3, 4 dənə.
İndi nəsə müxtəlif yolla seçə biləcəm. O 4 dənə solda, 2 dənə sağda. Ay, sağ ol. Onda 8. Yenə də. Onun üçün gəldim indi sizə çəkdim. Məsələ ümumiyyətlə aydındır, yəni necə seçə-seçə gedirəm bunu. Hə, bəli, başa düşdüm. Məsələn, bu beytini bunu eləsəm, yenə görəcəksən ki, 4 dənə bu yanda var, 2 dənə bu yanda var. Onun üçün nə edirəm? Gəlirəm bunu yenə artırıram. 8. Aysa. İndi buradan cəmi gecə neçə? 24, o da 5. Gecə 29. 29. Və aldıq nəyi elə? Bizim axtardığımız cavab. Aydındır? Bəli, elə bil ki, hər B-nin sağda soldanın countunun anın, elə bil ki, A countunun sağda soldanın hasili. Aysa. Yenə dediyimi yazaq. String'i aldım. Bir dənə element count A götürək. Tamam. Count A. Olsun 0. Bir də element answer olsun, o da 0. Yəni cavabımız. Yazdım. Bu belə. Bu bir dəfə gedirəm. For int i sıfırdan n-ə i plus var. Gedib miniyəcəm. A-ları sayacam. Deyəcəm si bərabərdirsə nəyə? A-ya bərabərdirsə, get count A-nı artır. Tamam. Okeydir mi bu? Bəli. Aha. Bunu niyə elədin? Bax, məsələn, gəl bu nümunəyə baxaq elə. Tapıram ki, totalda üstünə A oldu. 6 dənə A var. Okey? Bəli. İndi düşürəm ən maraqlı hissəsinə. Bir dənə də elə, məsələn, T deyək, olsun 0, indi görəcəksin. For int i sıfırdan i kiçik n-ə i plus var. Bax, əgər si adsa, onda t-ni artır. Əgər si b-dirsə, bax, b-dirsə üçün bayaq nə dedik? B olanda nə etməliydim? Ansın üstünə nə gəlməliydim? Sağ tərəfdəkilərin cəmini vururdum nəyə? Sol tərəfdəkilərin cəminə. Düzdür? Bəli. Bax, sol tərəfdəkilərin cəmini mən T++ deyirəm də, düzdür? T++ deyəndə sol tərəfdəkilərin cəmini tapıram da. Düzdür? Bəli. Qaldı sağ tərəfdəkilərin cəmi. Onu da elə bir dənə altına count A bunun üstünü yazsam, mən yəni hər dəfə A gördükcə onu azaltmağım nə deməkdir? Yəni, hətta belə yazmayaq, belə şey yazaq, gözü daha rahatdır. Olacaq onda bax, T sol tərəfdəkilərin cəmidir. Vurulsun, count A çıxılsın T. Məsələn, bu xəttə qədər 4 dənə A burada varsa və cəmilikdə 6 dənə A varsa, bu hissə neçə A qalır? Anlamadı. Bax, ümumilikdə 6 dənə var və 4 dənəsini T sayır. O yana neçə dənə qaldı sağ tərəfə? Onda 2. Müəllim, bəs orada kodda olmaz yazmaq. While elə bir şey. Hə, for i-dən başlamaq, n-ə qədər getmək və while və A-nın countunu tapmaq, neçədən A var və while si bərabər elə bir while si bərabər deyilsə B-yə get və si bərabərdirsə A-ya T++ və biz B-yə çatsaq, baxaq ki, neçədən A var onun elə bir sol tərəfində və başa düşəcək ki, neçədən A var sağ tərəfdə. Sən dediyində artıq sən problem nə olur? Biz niyə məsələn kodu bu qədər sadələşdirdik, bayaq yazdığımız yazmadıq, yəni o 3 dənə for olanı. Niyə? Çünki nə dedik? Son şərtində dedik ki, stringimiz çox böyükdür də, zamana düşər. Time limit verə bilər. Aydındır?
Bəli, bəli. Bax, ona görə əgər sən elə bir, məsələn, bunu bu şəkildə yox da dediyi bir-bir əylə saysan, tamam, onda avtomatik nə olacaq? Sən çox dövr eləmiş Aynen. olacaqsan və zamanı çəkəcəksən. Aydındır? Ha, onda müəllim, mən prosta vrучную butov stringə gedirəm. Ay, sağ ol. Hə. Hə, onda başa düşdüm. Deməli, biz N-ə baxdıq, bir də O-ya baxdıq, düzdür? Bəli. Sonra məsələn, P-də nə deyir? Müəllim, bir dəqiqə gözləyə bilərdiniz, gəlirəm. Aha. Bəli, müəllim. Mən suallara baxdım. Aradakı suallara baxdım. Tamam. Reyni yazmışsın. Buna gəl. Hə, reyni yazmışsın. Suallara baxdım. Bunlar biraz çətin suallardı. Tamam, mən qoymuşdum. Sən baxarsan. Ya da ki yazdım. Yazılmayan qalardı. Tamam. E, nə bileyim. Mən sənə artıq şey qoyuram. Bir dənə qəşəng kontest qoyuram. Tamam. Qarşı kontest. Müəllim, siz dediniz ki, mən o çətin sualları eləməyim. Hələ yox. Bilirsən niyə? Çünki bu A5 sualı var da, indi baxdıq. Bunu məsələn gördün də, yəni çətin sual idi, düzdür? Bəli. Əslində düzmə qalsa, bu suallar şey deyil, adressatda yoxdur. Yəni nə mənada Bəli. yoxdur? Yəni bunlar çətin suallar da, özünü görsən, yəni asan suallar deyil. Adressatda bu qədər çətin düşmür. Mən sadəcə çətin suallar ki, sən çətinləri işlədikcə artıq asanlarda da nə olmuş olacaqsan? Yaxşılaşmış olacaqsan, düzdür? Bəli. Aha. Bunlar da çox çətindirlər. Okay. Onun üçün istəyirəm, məsələn, bir aksın qoyaram yəni. Artıq qayıdaq şeylərə, ədədlərə. Neçə vaxtdır, məsələn, ancaq stringlərə baxırıq. Tamam. 4 dərs falan da düzdür. Ədədlər müəllim array kimi, vektor kimi belə bir. İlkin aha, təzədən qayıdaq kontestdə elə sualları işləyək. Sonradan davam edərək yeni dərslər keçməyə. Tamam. Bəli. Prosta müəllim bir dənə bir şey demişdiniz. Deyəsən code forces nəysə. Ancaq, hə, dediyim kimi, bir iki dənə şeyimiz qalıb. Onu da keçək, sonra şey gələm, yoxsa tezdir. Biraz indidən girə bilirsənsə gir. O dəfə görmüşdüm, desən girmişdin, yoxsa yox. Bəli, müəllim. Kod forsa girmişsən, heç nə vaxtda. Code force bəli. Bir dəfə girmişsən, görmüşdüm şeydə, standingdə. Girə bilirsənsə, hələ ki, yəni, girmək istəyəndə gir, tamam? Bu problemi yoxdur. Bəli. Aha, Azərdən falan soruş, o desinlər sənə rahatım olacaq, ya özün görə bilirsən də, düzdür? Belə, amma hələ ki, oranın suallarına baxmaq tezdir. Məndə olan suallar da daha yaxşı suallardır, tamam? Bəli. Okay. Onda belə deyək. Dediyim kimi, mən sənə bir dənə kontest qoyaram. Hətta ki, indi qoyum. Kontest. Təkrar biri qoyaq. Yox, buradan da bir iki dənə sual seçib qoyaram, tamam? Dərsdən sonra mən qoyaram onu sənə. Okay? Qoyarıq onu, o sualları işləyərsən, artıq gəlməsən o suallara baxar. Okay? Stringlər bəsdir. Stringlər yaxşıdır. Başa düşürsənsə, yazıda bilirsən. Tamam? Bəli, bəli. Okay. O suallara dediyim kimi baxdım, onlar yəni artıq getdikcə çətin, çox çətinləşir. Tamam, mən izah edirəm, amma başa düşməkdə biraz problemlər yaşayacaq. Onun üçün dediyim kimi, biraz başqa şeylərlə davam edək, lazım olsa təzədən qayıdarıq. Tamam? Bəli.
Belə. Sualın yoxdur. Bəli, müəllim, bir dənə də yaxşı bir xəbərim var. Aha. Xeyr, yoxdur. Sualım yoxdur müəllim. Bir dənə qəşəng bir xəbərim var müəllim. Prosta girmişəm Kodaniyə baxmaqda Selkapa 2025-ə nətər bir suallar girib final turuna. Aha. Turuna girmişəm. İstəyirdim bir də task eləmək. Alındı A task eləyə bildim 100 xal aldı müəllim. Aha, yaxşıdır. Hamısı onları şey edəcəyik. Biraz sonra o sualların hamısına birdən başdan sona baxacağıq. Mən tamam o barədə. Tamam. Bəli, bəli müəllim. Okey, onları nasıl deyirsən, onları da işlədəcəm. Sonra kod forsu da girəcəyik. Yəni narahat olma. Bəli müəllim, başa düşdüm. Okey. Sağ ol. Sağ ol.